Əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi tanınıb. Xalqımız ana vətənin azadlığı, müqəddəs torpaqlarımızın bütövlüyü yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır. Belə igid oğlanlar sırasında 1-ci Qarabağ müharibəsinin şəhidi Zaqataladan olan Rembo ləqəbli Azad Davudov da var. Keçmiş döyüşçü şəhid anası artıq 32 ildir 8 mart Beynəlxalq Qadınlar Gününü oğlunun məzarı başında qeyd edir. Artıq 40 ilə yaxındır Züleyxa müəllimə avtomobil idarə edir. O, Zaqatalada eləcə də bölgədə ilk sürücü qadın kimi tanınır. 3 övlad anası olan Züleyxa Davudova ali təhsilli pedaqoqdur. Bu gün isə fərqli günlərdən biridir. O, səhər tezdən şəhid oğlunun məzarını ziyarət edir, qəbri üzərinə gül düzür, ruhuna dualar oxuyur. 32 ildir balam burada yatır. Bu analar, hər analar günü gələndə mən oğlumun yanına gəlirəm, söhbətləşirik burada tək başına. Azad hərbi xidmətə gedəndən bir müddət sonra Züleyxa müəllimə rayon hərbi komissarlığına rəsmən müraciət edərək oğluna yaxın hərbi hissələrdən birində xidmət etmək istədiyini bildirib. Ona bir neçə dəfə yox cavabı gəlsə də qadın israrından dönməyib və müraciətlərini davam etdirib. Beləcə Züleyxa müəllimə cəbhə bölgəsinə yollanıb. Əsgər və zabitlərin anası kimi xidmət göstərib. 2020-ci il Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra Züleyxa müəllimə sürücülük fəaliyyətini bir dəfəlik şəhid ailə üzvlərinin xidmətinə verir. Qazilərin qayğısı ilə maraqlanır. Tək Zaqatala deyil, Balakən, Şəki, Qax rayonlarında şəhidlərin anım mərasimlərinə belə anaları aparıb gətirir. Öyrənirik ki, Züleyxa müəllimə bir neçə kitabın müəllifidir. Onlardan biri Aşağı Tala şəhidləri haqqında yazılıb. Azərtacı olaraq biz də Züleyxa ananın timsalında bütün şəhid analarını, xanım və bacılarını bu bayram münasibətilə təbrik edir, onlara can sağlığı diləyirik.